Salam, mən Hacıyeva Ruqaya, 10-cu sinif şagirdiyəm. Drone uçuş idarəçiliyi və kodlaşdırılması dərnəyinin üzvüyəm. Bu gün sizə STEAM haqqında məlumat verəcəyəm. STEAM-ın yaranma tarixi 20-ci əsrin ortalarına gedib çıxır. Hansı ki, vaxtilə Sovetlər İttifaqı kosmosa öz peykini göndərəndə, beləliklə Amerika və Sovetlər İttifaqı arasında rəqabət başlayır və Amerikada STEAM yanaşması meydana gəlir. 2000-ci ildə Amerika STEAM təhsilində fəaliyyətin koordinasiyası adlı qanun qəbul edir. 2001-ci ildə bu SMET olaraq bir neçə fən və bacarığın inteqrasiyasından ibarət olan peşələr və sahələr göstərmək üçün istifadə olunurdu. Daha sonra bioloq Cüd Rəmli tərəfindən bu STEM olaraq dəyişdirilir və art incəsinə söz əlavə olunur. Beləliklə science, elm, texnologiya, engineering, mühəndislik, art incəsənət və məhz riyaziyyat qısaltması yaranır. STEM əsas populyarlaşdıran 2009-cu ildə Amerikanın bunu strateji kimi qəbul edib böyük investisiya qoyması ilə başladı. STEM 20-ci əsrin 80-ci illərində qabaqcıl ölkələrdə tətbiq edilməyə başlamışdı. Azərbaycanda isə 2009-2020-ci tədris ilində Mehriban Əliyevanın və Azərbaycan Təhsil Nazirliyinin təşəbbüsü ilə start götürülmüşdür. Layihənin rəhbəri İqrar Nəzərov olmuşdur. STEM-in ənənəvi təhsildən, yəni bizim məktəbdə aldığımız təhsildən əsas fərqi ondan ibarətdir ki, ənənəvi təhsil auditoriya tiplidir. Yəni fənlər bir-birindən ayrı şəkildə tədris olunur. Amma STEM interdisiplinar xarakter daşıyır. Yəni fənlər arası xarakter daşıyır. Həm də STEM-in kökündə PBL, Project Based Learning layihə əsaslı öyrənmə durur. Layihə əsaslı öyrənmədə şagirdlər bir neçə fəndən əldə etdikləri bacarıqları layihələr üzərində praktiki şəkildə tətbiq edə bilirlər. STEM-in əsas məqsədi şagirdlərə 21-ci əsr bacarıqlarını öyrətmək, müasir iqtisadi avadanlıqlarından istifadə etməyi öyrətməkdir. 21-ci əsr bacarıqlarına yaradıcılıq, tənqidi düşüncə, əməkdaşlıq aiddir. Tənqidi düşüncə niyə sualına cavab tapmaq bacarığıdır. Şagirdlər tənqidi düşüncədə faktları olduğu kimi qəbul etmir, eyni zamanda analiz edir və sorğulayır. Bu qədər əziz dostlar, ümid edirəm ki, dərnəyimizdə öyrəndiyim STEM haqqında məlumatları sizinlə bölüşə bildim. Sağ olun.